litosfer tavasıdır. Əla. Əmir xanım, litosfer tavalarının toqquşmasına biz nə deyirik? Onun toqquşmasında KBC sərhədləri orada da əsasən sayılmazlar aiddir. Yox, indi belə deyək. İki matrix tipli tava toqquşarsa buna biz nə sərhədi deyirdik? Konvergent, yəni kolliziya sərhədi. Bəs matrix və okean tipli tavalarının toqquşma sərhədinə nə deyirdik? Matrix və subduksiya. Bəli, matrix və okean tipli tava toqquşursa isə subduksiya zonası idi. Tamamilə doğrudur. İndi bizə ilk öncə zəhmət olmasa matrix tipli tavalarının toqquşması haqqında məlumat ver. Materik tipli. Bəli. Materik tipli aid məsələn Afrika ilə Avrasiya litosfer tavalarının toqquşması. Burada Alp, Himalay Bəs Avrasiya ilə təkcə Afrika mı toqquşur? Avrasiya ilə bir də Hind Avstraliya. Bəli, onda belə deyək. Avrasiya ilə Afrika və Hind Avstraliya litosfer tavalarının toqquşması. Aha, buyur. Burada da Alp Himalay dağ sistemi yaranır. O da Atlas dağlarından gəlib Himalay dağlarına gedir. Aha, bura hansı ərazilər biz aid edə bilərik? Atlas dağları, Himalay, ondan sonra Hindukuş dağları, İran və Elbrus dağları olar və ya Qafqaz dağları, Anadolu yaylasının şimalında Pons, cənubunda Tavr dağları, Alpdır, İberiya, daha doğrusu Pireneya yarımadasındakı dağlardır, Balkan dağlarıdır belə. Bunlar bəli, cavan dağlar olan ərazilərdir. Bəli. Bəs matrix və okean tipli tavalarının toqquşması haqqında nə deyə bilərik? Bura aiddir, Şimali Amerikadakı Kordilyer dağları, onun qərb yanazları bu hissələri. Necə yaranmışdı Kordilyer dağlarının qərbi? Sakit Okean litosfer tavası ilə Şimali Amerikanın toqquşmasından. Əla. Cənubda da Ant dağları var, o da Cənubi Amerika ilə Nazcanın toqquşmasından yaranır. Bəli. Bəs okeanlarda nə yaranırdı matrix və okean tipli tavalarının toqquşmasında? Okeanlarda yaranırdı bəzi Adalar qövsü. Bəli. O da aid ona Yaponiya, ondan sonra Kuril var, Filipin, Yeni Zelandiya aid ola bilər, İndoneziya adaları da aid. Bəs yaxşı, bunların ətrafında yaranan novları aid edə bilərikmi bura? Məsələn, Marian novu. Marian çeşəyi. Əslində Marian novunun yaranması tamamilə başqa bir prosesdir, amma başqa bir novlar da var burada. Məsələn, Kuril-Kamçatka novu, düzdürmü? Və yaxud Cənubi Amerika sahillərində Peru novu, diqqətlə baxsaq biz onları görə bilərik. Göstər bizə Peru novu. Peru novu